Hoş gördük. Çok güzel bir sual, amma elə bir sualdır ki, kanalımıza abunə olun. Cavabı çox uzundur. Hamilə qadınların yanlış bilinənləri. Yəni hamiləlikdə yanlış bilinənlər nədir? Ən çoxundan başlayım da, heç olmasa 3-4-ünü deyim. Biri odur ki, mən hamiləliyi çətin keçirirəm. Kimsə indi deyib ona ki, sən hamiləliyi çətin keçirirsən. Vaxtından qabaq doğuş təhlükəsi var, tutaq ki. Uzan, ayaqlarını da qaldır göyə. Uzanıb ayaqları qaldırmaq və yaxud da ümumiyyətlə uzanmaq, yataq istirahəti, uzan tərpənmə. Belə bir müalicə yoxdur. Vaxtından qabaq doğuşun qarşısını almır. Siz elə düşünürsünüz ki, bu mexaniki bir şeydir, uşaq oradan düşər qadın ayaq üstü olsa. Belə düşünə bilərik. Bəli, ağlımıza məntiqlə elə gəlir. Tip məntiqlə deyil, tip statistika ilədir. Statistik çalışmalar göstərir ki, vaxtından qabaq doğuş təhlükəsində nəticə uzananlarla uzanmayanlarda eynidir. Amma uzananlarda, yatanlarda qanın damar daxili laxtalanması və böyük damarları tutub ölümə gətirib çıxarması daha çox rast gəlinir. Ona görə də uzanmayın və uzananda ehtiyatlı olun. Ani ölüm ola bilər. Sonra deyəcəksiniz ki, həkim səhv elədi. Bu uzanmaq. Bir də belə bir şey var. Uşaq balacadır. Çox yeyim, şirin çay içim, bəhməz yeyim, bal yeyim, uşaq kökəlsin. Və yaxud təzyiqim düşdü, başım gicəlləndi hamiləliyin ilk aylarında. Şirin çay içmək ümumiyyətlə lazım deyil. Şirniyyatdan uzaq durun. Ən universal qida nədir? Su. Bol su için. Bu özünü yaxşı hiss eləmək və təzyiqi normalda saxlamaq üçün. Amma uşağı böyütmək üçün sizin yeməyiniz gedib birbaşa uşağı kökəltməyəcək. Heç buna ehtiyac da yoxdur. Bətindaxili inkişaf gerliyində çoxlu yemək lazım deyil. Onun səbəbi ana ilə uşaq arasında o cift var, maddələrin mübadiləsini təmin edən. O ciftin qan dövranının pozulmasıdır ki, onun da müalicəsi yoxdur. Həkim özü bilir də taktikanı necə seçmək lazımdır. Sözümün canı odur ki, çox yeməklə uşağı kökəltməyə çalışmaq lazım deyil. Sağlıqlı qidalanın, çoxlu su için, tərəvəz yeyin. Bu iki sual, bu iki ən yanlış bilinənlərdir. İstəsəz xırda-xırda soruşarsınız, cavablandıraram, amma kanalımıza abunə olmağı da unutmayın. Sağ olun.